Siz nə şikayətlərlə bizə gəlmişdiniz? Öncədən narahatçılarınız var idi. Ay doktor, ay qardaşım. Bakı qalmadı, Şəki qalmadı. Bu 4 ildə gəzmədiyimiz, axtarmadığımız yer qalmadı. Arvadın trajeniyasını bir əlac eləyən olmadı. Axır eşitdik ki, belə bir mütəxəssis var hospitalda. Biz orada Elvin Məlkur'da sizin qəbulunuza düşdük. Trajeniyası tutanda az qalırdı, kravatı böyrüs daşıra. Nə oldu? Bu həkimlər bir beləsinin bunu gücü çatmadı. 3 gündə müalicə dayandı. Trajeniyası dayandı. Yəni siz yazdığınız o tabletkaların səbəbini gördükdə 3 gündə bu adam tam əli də sağaldı, bədəni də kəsdi də, trajeniyası kəsdi. İndi şükür Allaha ki, bax belə öz evimizdə yaşayırıq da, bax belə deyim. Qardaş, Allah sənin canını sağ eləsin, ömrünüzü də uzun eləsin. Azərbaycan xalqından da səni əksik olmadan artıq ol, qoy xalqı müalicə eləsən. Bu qədər. Çox sağ olun, nə gözəl, xoş sözlər deyirsiniz. Bizim üçün çox xoşdur. Günün təzərçilərindən belə xoş sözlər eşitmək və nəticələri görmək. Nə qədər həkimə getmək olar? Nə qədər olardı Bakıya? Nə bilim, mən Azərbaycan bütün Qazağa, nə bilim, Şəmkirə, belə deyək, bildiyimiz, tanıdığımız yerlərə getdik. Araş yoxdur da. Ölməlidir mi bu adam? Nə oldu? Bu 3 gündə yaxşı oldu. Bu bir belə 4 ildə yaxşı eləyənmədilər bunu. Hə, 4 ildir xəstə idi. 4 ilin xəstəsi gəldi, 3 gündə müalicəsi baş tutdu. Hə, keçmiş olsun. Qardaş, sizə minnətdarıq. Çox sağ olun. Şükür, çox şükür ki, siz kimi həkimlər var hələ. Hə, çox sağ olun, təşəkkür edirəm. Bizim üçün də çox xoşdur ki, nəticələr yaxşı olanda, sizi belə gözəl görəndə, əhval-ruhiyyənizi yaxşı görəndə, yaxşılaşmış görəndə bizdə daha da enerjili oluruq, daha da həvəslə çalışırıq. Keçmiş olsun. Sağ olun. Get-gedə daha da yaxşı olacaqsınız. Biz də müalicələrimizə davam edəcəyik. Sağ olun, həcim. Təşəkkür ederim. Sizə də təşəkkür düşür ki, bütün dərmanları vaxtında tapırsınız, eləyirsiniz. Burada da bir təşkilati şeylər də var. Bəzi dərmanlar var ki, xaricdən gəlir, amma istənilən halda nəticə əsas odur. Tapırıq da indi, hansız olur olsun tapırıq. Çox sağ olun ki, müalicən bilirsən, xəstənin diaqnozunu düzgün qoymasan, o xəstə sağalasın. Bu 4 ildə başa düşmüşük bunu. Hə, doğru deyirsiniz. Həkim ki, xəstənin düzgün diaqnozunu vermədi, demək o xəstə sağalası deyil. Hə, düz deyirsiniz. Çox şükür sizə təşəkkür edirik. Hər yoldaşımla özüm də sana təşəkkürümü bildirirəm. Çox sağ olun. Müalicəmiz baş tutur. Mən sizi təbrik edirəm. Sağ olun. Sağ olun. Çox sağ olun.